Peyvənddən yaymaq bir növ səhiyyə olan etimadsızlıqdır, deyir tamaşaçımız. Pandemiya əleyhinə olan peyvəndlərin kütləvi yaddaş problemləri yaratdığı qənaətini də bizə həkimlər deyir. Yaddaşla bağlı həkimə müraciət zamanı həkimlər peyvəndi səbəb kimi göstərirlər. Ona görə də inamsızlıq yaranır. Tamam, belə deyim, burada bu sualın özü belə qrip əleyhinə vaksinin bir təbliğatıdır, açıq danışım, bir vətəndaşımız onu vurğulayıb. Biz burada bəzən siz vurğuladınız ki, bəzən doktorlar çıxırlar, orada danışırlar ki, belə oldu, nə bileyim, qrip vurdu, vaksin vurdurmayın, o, bu falan. Yəni, biz niyə o təbəqəyə üstünlük veririk? Yəni, bugün Təyyar müəllim burada çox ciddi nüanslara toxundu, çox önəmli bir nüanslara toxundu. Yəni, bugün deyir ki, səhiyyəmizə etimadsızlıq, yəni, bugün Səhiyyə Nazirliyi olaraq dünyanın ən qabaqcıl ölkələrinin istifadə etdiyi vaksini ölkəyə gətirib. Və səhiyyəmizə etimadsızdan danışırıq, amma pandemiya dönəmində, COVID-19 pandemiyası dönəmində səhiyyəsi öndə olan ölkələr Azərbaycanı nümunə götürürdü. O pandemiya dönəmində də mübarizə aparan insanlar Azərbaycan həkimləri idilər. O pandemiya dönəmində də həlak olan həkimlər Azərbaycan həkimləri idilər. Yəni səhiyyə etimadsızlıq burada artıq bir şey olub. İnsanların dilində bir şüar alınalıbdır. Niyə etimadsızlıq var səhiyyəmizə qarşı? Yəni Səhiyyə Nazirliyi olaraq, təbib olaraq, İctimai Tibbi Sığorta bu qədər vətəndaşlara xidmət göstərilir, amma hələ də bir dilimizdə şüar var. Səhiyyəmizə etimadsızlıq. Nəyə əsasən biz bunu deyirik? Bunun özü belə, artıq belə deyim də, ölkəmizə Avropanın qabaqcıl vaksini gətirilib və pulsuz şəkildə bütün poliklinikalar verilib, tam pulsuz şəkildə vətəndaşlarımızın xidmətindədir, amma nəticə olaraq səhiyyəmizə etimadsızlıq var.